Fiziki və ya hissi xəyanətə nə qədər bəhanələr gətirilsə də, bunun etibarı, duyğuları zədələyən bir davranış olduğunu yəqin ki, inkar edə bilmərik. Xəyanətlə qarşılaşan insanın ağlında saysız hesabsız suallar yaranır. Görəsən nə vaxtdan o var, məndə nə çatmırdı, mənə bunu niyə etdi, indi nə edəcəm? Sualların içində həm çarəsizlik, tamamlanmamışlıq, intiqam hissi də baş qaldıra bilir. Və başlayır yuxusuzluq, diqqət dağınıqlığı, iştahsızlıq və ya həddindən artıq yemək istəyi, həmçinin psixosomatik simptomlarla da təbii ki özünü göstərir. Baş ağrı, baş gicəllənmələri, həzm sistemi problemləri və s. Təbii ki, xəyanətin necə öyrənilməsi də vəziyyətin ağırlığına təsir edən məqamlardan biridir. Bütün bu hissləri yaşamaq tamamilə təbii haldır. O hissləri bastırmağa çalışmaq sizi rahatlaşdırmayacaq. Əksinə bir müddət sonra daha ağır nəticələrlə sizin qarşınıza çıxacaq. Bunun yerinə bəzi düşüncələrə fokuslanmaq sizi ən ağır duyğu halından uzaqlaşdıra bilər. Məsələn, unutmayın ki, xəyanət onun seçimidir. Bəli, xəyanət edən insan bir sıra səbəblər gətirə bilər. Hətta bu səbəblər bəzən haqlı kimi də görünür. Amma nəhayətində iki insanın qarşılıqlı şəkildə oturub danışmaq, həll yolu axtarmaq kimi bir seçimi varkən, əgər o xəyanəti seçibsə, bu artıq onun öz dəyərini göstərir. Sən bunu öz dəyər ölçünə çevirməməlisən. Çünki bu seçim sənin kim olduğunu yox, əslində onun kim olduğunu göstərir.